Mən Riyad müəllimlə ilk əməliyyatımız Şəfəq Qaraçınar kəndində oldu. Была информация, что армяне сосредотачиваются и хотят нанести кое-какие превентивные меры с тем, чтобы население района, деревни покинуло. Там были мощные столкновения. Вот Риат Ахмедов тогда получил ранение. İnanın ki, heç yaralanmağı onun, necə deyim, heç büruzə də vermirdi. Öz zarafatlarından qalmırdı, həvəsləndirirdi. Но там почти 3 недели мы держали оборону. Деревню отстояли. 1991-ci ilin yay aylarında, iyun aylarında Dağlıq Qarabağda və onun ətrafında deməli pasport rejiminin yoxlanması, yaraqlıların, silahlıların aşkar olunması məqsədi ilə əməliyyat təşkil olundu, halqa əməliyyatı. Biz əməliyyata başladıq, pasport qeydiyyatı, Ermənistandan gələnlərin, ondan sonra xaricdən gələn muzluların axtarışına başladıq kəndlərdə. Xüsusi təyinatlı milis dəstəsi və ərazinin bilən insanlar kimi Dövlət Təhlükəsizlik Komitəsindən də əməkdaşlar cəlb olundu. Birgə əməliyyat təşkil olundu. Riyad xüsusi təyinatlı dəstənin komandiri idi, DTK-nın. Bizim kəşfiyyat gəldi ki, Kətdoludur, ermənilərin o vaxt deyilən saqqallıları ilə. Goranboyun, Erkəş, Mənəş, Buzluq kəndlərində döyüşlər başladı. Elə bir ay müddətində 3 dənə kəndin üçündə boşaltdılar. Вот такая боевая операция, это Даш-Алтах была, первая дашлатинская операция была. Мы когда почти 18 человек армян захватили в плен. Daşaltıya qədər deməli 1991-ci ildə 2 dəfə əməliyyat hazırlanmışdı. Bu 3-cü əməliyyatıdır ki, 1992-ci il 25-dən 26-sına keçən gecə həyata keçirilib. Kəndin əsas məqsəd alınması Laçından Şuşaya gələn turşu istiqamətdə həmin yerin boşaldılması və bizim hərbi hissələrin, mülki adamların daşınması üçün, hərəkətliyin təmin edilməsi üçün ora lazımdır Daşaltı. Вот наша работа, наша служба, наши боевые действия, Риада Ахмедова, наш состав нашей группы, ребята полиции, солдаты, көнүлләләр, офицеры, которые воевали в Первую Карабахскую войну. Мы внесли определенный вклад в победу, сегодняшнюю победу. Такие как Риад. Riyad